Real Madrid'in transfer gündeminde olan Alvaro Carreras Benfica klubu ile birlikte Amerika Birleşmiş Ştatlarına yollanıb. Belə görünür ki, Carreras qarşıdakı klublar arası dünya çempionatında Lissabon temsilcisinin formasını giyinəcək. Daha əvvəl paylaşdığım videoda mən bildirmişdim ki, Benfica Real Madrid'e təzyiq göstermeye çalışır. Çünkü Real Carreras'ın müqaviləsində olan o 50 milyon avroluq məbləği ödemək istəmir. Təqribən 40 milyon avro təklif edir. Onu da hissə ödemək şərtiyle ve Benfica da buna razı değil. Bu səbəbdən Benfica kollektivi İspanyalı futbolçunu Alvaro Carreras'ı özüyle birlikte Amerika Birleşmiş Ştatlarına aparıb və bir daha deyim, ola bilsin ki, hətta bəlkə də 99% ehtimalla Carreras həmin yarışda artıq Benfica'nın formasını giyinəcək. O ki qaldı onun Real Madrid'e gəlmək məsələsinə. Mən belə düşünürəm ki, Carreras yəqin ki, əgər Perez həmin o 50 milyon avronu ödəməyə razılaşsa nəticədə, o zaman Carreras klublar arası dünya çempionatı başa çatandan sonra, yani hardasa iyul ayının ortalarından sonra və yaxud biraz tez, biraz gec də ola bilər, Real Madrid'e qoşulacaq. Ne yalan deyim, mən bu Carreras məsələsindən çox bezdiyim artıq. Çünki Perez anlamalıdır ki, baş məşqçi Xabi Alonso'nun bu dəqiqə normal sol cinah müdafiəçisinə ehtiyacı var. Bu bir. İkincisi, futbolçunu transfer ettikten sonra onun yeni komandaya uygunlaşma prosesi var ve bunu ne kadar tez reallaşdırsa həmin oyuncu ve məşqçilər korpusu bir o qədər yaxşıdır. Bu qədər uzatmağın mənası yoxdur. Mən yenə də deyirəm, Real Madrid kimi bir klub üçün 10 milyon avro o kadar da büyük bir pul olmamalıdır. Həmin o 10 milyonlarla avroları Real o kadar sağa sola sovurub ki, o kadar mənasız futbolçulara ödənişlər edib ki, artıq məncə həmin o səhvləri anlamalı və lazım olan halda lazımı mövqeyini gücləndirmək üçün simicilik etməməlidir. Bu keçidlə bağlı fikirlərinizi yenə də gözləyirəm dostlar. Şərh bölməsində yaza bilərsiniz və təbii ki, yenə xahiş edirəm videoya like qoyub paylaşmağı unutmayın.